Formatlar bilen danışıp çıkanda hemen yanımızda kalır. Sizlerle gençlerde özünüz başına kontrol grafiyasını öğrendik. Kontrol grafiyasında neşte grafik kullanılmadı. Evvelki derslerde Adobe Photoshop dasturunu fayllar bilen işleş mevzusunu doğrusu grafikalarını yaratıp işleşte kullanıldı. Yani bu mevzu bilen çukur görsüp versen yani şunda Adobe Photoshop dasturunu fayllar bilen işleş. Bu boyda koyacağım. Bu uygunlaşmıyor. Şunun için bize arka fonumuzu tazalab açıp gerek. Yani bir obyektleri saklayıp etmemiz. JPEG formatı. Hepimiz biladiğimiz JPEG format köp resimlerde işletilirdi. JPEG format Joint Photographic Expert Group. Fotografiya ekspertlerinin birleşken grubu. Tamamda işlep çıkılgan en tarqalgan format. Belki Shunday qolgan yerlarimiz bo'lsin. Tezroq so'zlab bergan bo'lsin. Formatlar bilan danışıp çıkanda hemen yanımızda kalır. proyektorda hemen proyektora qaraymiz, qaranglar. Gözlemesler fayllar bilan tanıştırıp çıkamayız. İnşallah prezentatsiya bilan. Photoshop fayllari bilan ishlash boshqa ilovalardagidan farq qilmaydi. Hammasi ham kompyuterda grafikasi tarzda ommaviy tarzda qo'llaniladi va tasvirlarni kompyuter xotirasida saqlash uchun ko'plab formatlar ishlab chiqilgan. Ulardan ba'zilari keng qo'llanilgan. Ba'zilari tor sohada ishlatiladi. BMP ingliz tilida olingan bo'lib, bitmap picture rast picture. Shuningdek, ingliz tilida olingan bo'lib, rasterli tasvir jumlasidan olingan birinchi grafik formatlardan biri bo'ladi. Microsoft kompaniyasi tomonidan ishlab chiqilgan va qo'llab-quvvatlandi. Keng tarqalgan, lekin bu hozirda ishlatilmaydi. Sababi bu avvalda boshlab chiqqani uchun bu ko'na hisoblanadi. Shuning uchun hozir ko'p ishlatilmaydi BMP formati. Keyingisi Keyingisi GIF formatı. Görürsünüz GIF formatı oynab turadi yani. Birinchi turibmisizlar? GIF formatı Graphic Interchange format tasvirlarni almashish formati jumlasidan olingan. Bir faylda bir necha tasvirlarni saqlay oladi va sodda animatsiyalar uchun juda qulay. Yurtlarimizni animatsiyalar chiqqan rasm. Kam joy egallaydi. Kamchiligi shuki, ko'pi bilan 256 ta rangni o'zida saqlaydi bu. Fotosuratlarni saqlaganda katta yo'qotishlarga yo'l qo'yadi. Internetda va web dizaynda keng qo'llaniladi bu GIF formati. Keng formatini aytamiz. TIFF formati ingliz tilidan Text Image File Format. Belgilab chiqilgan tasvir fayli formati o'sha jumlasida olingan birinchi tasvir formatlardan biri. Bunda bir qator o'zgartirishlar kiritilgan. Microsoft, Adobe, Apple kabi yirik kompaniyalar tomonidan qo'llab-quvvatlanishi sababli hozirgi paytda ham ommaviylikda qolmoqda. Skanerlar, fotoapparatlar ishlab chiqaruvchilar ham
Bundan keng kullanılan faydalanılады. Keyingi faylamiz bu JPEG formatı. Köpümüz biladiğimiz JPEG format köp resimlerde işletiladi. JPEG format Joint Photographic Expert Group. Fotografiya ekspertlarning birlashgan guruhi tomonidan ishlab chiqarilgan eng tarqalgan format. Barcha ishlab chiqaruvchilar tomonidan qo'llab-quvvatlanadi. Keyin joy egalari tasvir sifati to'liq saqlashi mumkin, lekin tasvir hajmi unchalik kichkina bo'lsa, bu rasmimizni sifati shunchalik kamayadi, sifati yomonlashadi. JPEG format. PC Exchange. Bu shaxsiy kompyuter ma'lumot almashinuvchidan olingan birinchi grafik formatlardan biri. Bu formatda juda ko'p tasvirlar saqlangan va hozirgi paytda uning nomiga PNG, JPEG formatlardan foydalanilmoqda. Keyingi formatimiz bu RAW. İngilizcada RAW bu ham. Yani ham hali tayyor emas degan formatdir. Ma'noni bildiradi. Sifatli fotoapparatlarda olingan suratlarni saqlash uchun ishlatiladi. Yo'rtib JPEG bilan RAW formatini ana ikisini taqqoslasanizlar o'zi farq chiqibdi uni kачествосida, ya'ni sifatida. Odatda fotoapparatlarda olingan suratni darhol qayta ishlab uning hajmini kamaytiradi. Bunda fotosuratlarning sifati ba'zan biroz, ba'zan ko'proq pasayadi. Bu formatda saqlangan fotosuratning kamchiliklari va ularni bartaraf qilishni foydalanuvchining o'zi tanlaydi. Bu esa yaxshi chiqmagan fotosuratlarni ham qayta ishlash imkonini beradi. Kamchilik fotosuratlar katta hajmda bo'lishi, masalan 25 megabaytgacha faqat qayta ishlanmagan fotosuratlarni saqlash uchun ishlatiladi. Oxirgi paytda ommalashib formatda RAW degan formatimiz bor. Keyingi formatimiz bu PNG. Portable Network Graphics format uchun portativ XAMPP grafik jumlasidan olingan internetda keng qo'llaniladi. U GIF formati o'rnini egallab bormoqda. Ko'rganingizdek, aslida bu bunaqa arqa foni output turibdi. Sizlar buni rasmga bir narsaga qo'ysangiz, aynan bu narsa kelib chiqadi. Ko'ribsizlar. Bu rasmning arkasini fon. Bu tekst ham ko'rinadi. Arkasında görünüp turadi. Bu ab narsalar bo'lsa, masalan, tekstda qo'ysanizlar, bu arqa tarafından rasm bo'lib görünüp turadi, tekst bilan birga qo'shilib. Farqini ko'rsatib turibman. Keyingi PDF. Inglizlardan Portable Document format. PDF formati biladigan bo'lsangiz, ko'p dokumentlarda ishlatiladi unda bu. Bu elektron hujjatlar formati degan jumladan olingan. Dastlab poligrafiya mahsulotlarini elektron ko'rinishda saqlash uchun mo'ljallangan kompyuter texnikasining rivojlanishi bilan hajmi nisbatan kattaligi tasvirlash ko'proq vaqt talab qilishni kabi kamchiliklar dolzarb bo'lmay qoldi. Hozirgi paytda keng tarqalgan undan matn bilan birga raster va vektor turidagi tasvirlar ham saqlanadi. Undan tasvirlarni ajratib olsa bo'ladi. Adobe kompaniyasi mahsuloti bu formatlar yordamida tasvirlarni nafaqat Photoshopda, balki boshqa ilovalarda ham ochish va ular bilan ishlash mumkin. Bu formatda. Keyingi formatimiz PSD. Bu Photoshop bu formatlardan tashqari o'zining bir nechta maxsus formatiga ega. Bu formatlar orasida ko'p ishlatilgani PSD kengaytirilmasidir. Bu formatda saqlangan tasvirda Photoshopning barcha imkoniyatlari saqlab qo'yiladi. Shu sababli qayta ishlash tugallanmagan tasvirlarni shu formatda saqlash va kerak bo'lganda ularni qayta ishlashni davom ettirish mumkin. Bu Photoshopda rasmingizda agar ishingizni bitirmagan bo'lsangiz, ishlar bor bo'lsa, shu formatda saqlasangiz, yana shuni izidan davom etib uni o'zgartirishingiz mumkin. Formatda saqlanadi birinchi navbatda Photoshopda ishlagandan keyin. Hozirgacha eng kerakli formatlarimizdan fayl formatlari saydi, qolatlari ko'pincha ishlatilmaydi. Bundan ko'p ham formatlari bor. Photoshopda yana ko'rsatganlarim ishlatiladi ko'pincha.
Divan damlanı indi sizə əməli göstərib verədim. Sizlərlə ötən dərslərdə özü başına kompüter grafikasını öyrənib çıxdıq, doğru mu? Kompüter grafikasında neçə grafika türləri var deyə aytırdık əvvəlki dərslərdə. Adobe Photoshop dəsturu, Corel Draw dəsturu, qaysı grafik dəsturlar türünə kirədir? Başında dərslərdə ötürdik sizlərlə. Həsabla. Yəni bizə aytırdık, bizə vektor, rasterlı grafikalar, həm fraktalın rasterlı işlətməyik, yox, sabır. Bizə hazır qaysı grafik türüdəmiz? Rasterlı grafik türüdə. Yəni rasterlı grafik türüdə Adobe Photoshop dəsturu ilə işləş bizə hazır mövzularımız şu. Grafikanı öyrənib çıxqanımızda bizə əsasi etibar verməli cəhətləri nerədir? Əlbəttə, bunlar ölçövlərədir. Yəni sizlər bilən ölçövlərini kompüter grafikasını öyrənib çıxqanımızda dərsini düşündürüb verədik. 1080p, 480p, 360p grafik türləri, grafik sifətinin türləri var. Bugün Adobe Photoshop dəsturunda faillər bilən işləş mövzusu. Yəni sizlərə hazır nəzəri prezentasiya arqalı bizlər faillarını yasalışını düşündürüb verdik. Yəni Adobe Photoshop dəsturunda BMP, PNG, JPEG, GIF, PCG formatlarda rəsmlərini çıxarıb alışımız, işləşimizi düşündürüb verdik. Yəni bunlar BMP bilən bu format bilən işləyir olmasa, Adobe Photoshop dəsturunda BMP format bizlərdə ölçövü kiçikənə olan format. Yəni aytağınız bir dəsturlarının ikonkası olanmı? Bizlər dəsturlarda ikonkalarını yaratışda işlətməmiz. Yəni bunların ölçövü ötə kiçik. 48'e 48, 256'da 256 ölçövlərdə oladır. BMP formatını bizlər dəstur yaratqanımızda ikonkalar üçün işlətib ötəmiz. JPEG formatını biləmiz, doğru mu? JPEG formatı bizlərdə rəsmlərdə JPEG formatda heç qaçan ölçöv çəklənməyən. Yəni bizə qaysı çəl həcmli ölçövündə olsa da bizlər şunu rəsm alıb biləmiz. JPEG format bilən sizlərdə qaysı format iş salçadır? RAW. RAW format bu sifətdə RAW formatı raster grafikada bizlər vektor grafika ilə taqaslaq biləmiz. Yəni bizlərdə sifətini şu dərəcəli RAW JPEG-ə yaxınlaşdırıb belədir. Bunlar ikisi bir-birisi bilən savmiyəsidir, yəni uyğunlaşıb işləyir. JPEG formatımızda RAW formatımıza ötürüb aladan olsaq, bizə də sifət yaxşı oladır. PNG format. PNG formatlarımızı nə üçün işlədəmiz? PNG formatlarda qaysıdır bir grafikanı yaratdan olmasa, bizlər bir yerdə grafikada misalı aytalı bir rəsm şu. Bizlər birinci alıb gələmiz bir yerə asmanlı grafik obyektədir. Keyin alıb gələmiz dağlarını, keyin xayalanlarını. Şunday, yəni PNG formatı hər bir rəsmlər obyekt sifətində işlətilədi. Nə üçün desəniz, bizlər PNG format bilən arka fonunu tazalab alamız. Mesela siz bir yerdə rəsmə düşdünüzdə, doğru mu? Mən şeydə rəsmə düşdüm. Məni bir yerə məni rəsmi obyektə qoyulan olsa, bir rəsmin üstünə aparıb taşıdan olsa, bizlər şeydədir, arka fonu bilən, yəni sinifdə düşkən rəsmi bilən barıb duradır. Bu rəsmi uyğunlaşadı mı? Mesela mən arka fonumu Dubayda qoyacaqmı? İndi aytalım. Bu uyğunlaşmıyordur. Şunun üçün bizə arka fonumuzu tazalab açmamız gerek. Yəni bir obyektədir,
saqlanib etamiz və bunu qaysı formatda işlətamiz? Bir rəsmə PNG formatdır. Nə üçün desəngizlər, bu kompüterə Adobe Photoshop dəsturuna saqlanıb edib saqlanğandan sonra arkasına heç qaçan fon qoymaydı. JPEG formatda saqlanıb etadigan olsa, bizlər hazır açısk etdik, arkamız ak fonda qaldı mı? Saqlanıb etganimizdən JPEG-də yana şu ak fon bilan düşür. Və bu JPEG formatını bizlər bir obyektə gəladigan olsa, bizlərdə yana şu fon bilan duradi. PNG formatlar əlbəttə şunun üçün. Bu yerdə nə görsətib turibdi. Misal az bir yerdə qara fon bolğanda şunda turibdi. Bizdə bu yerdə qaysı açıq rəngli fon bolsa, şu fonda bu bir obyekt bo'lib turadi. Ya'ni zariklar, shariklar bo'lib turadi. Hozir e'tiboringizni kompyuter qaratishingizini so'rayman. Ya'ni qisqacha hozir sizlarga fayllarni nelarni tushuntirib berdim. Qaysi yerlarda ishlatadiganini va qaysi formatlar bir-biriga uyg'unlashadi. Adobe Photoshop dasturida bu formatlarni yaratishni o'rganamiz hozir. Bizda Adobe Photoshop dasturida fayllar bilan ishlash, ya'ni Adobe Photoshop dasturini chap qo'lida joylashadi, o'ng qo'lida uskunalar paneli joylashadi. Uskunalar panelini o'tgan darsda tushuntirib berdim. Bu darsda fayllar bilan ishlash, ya'ni chap qo'l paneli bilan tanishib chiqish. Chap qo'l paneli bilan bu yerda biza svet, obraz, gradient, uzor, обучение и bu yerda nova, sloy. Ya'ni qatlamlar o'zbekchada aytadigan bo'lsa. Biza har bir rasmdan grafikni yaratadigan bo'lsak, albatta biza shu sloy bilan ishlashamiz. Sloylar panelini ko'rib turibmiz, to'g'rimi? Sloylar panelida nima bor ekan? Ikkita element bor. Ya'ni arka fon bilan tekst. Arka fon bilan tekst. Hozir men tekstda yana buni ko'rsatib qo'yadigan bo'lsam, bu yerda har bir element, ya'ni biz hozir bu yerda PNG formatlarni ham obyekt etib kelib bilamiz. GIF formatlarını və PNG formatlarını bizlər əlbəttə şu sloylar orqali işlətamiz. Yəni başında hər bir obyektlərini, elementlərini gəlib Adobe Photoshop dəsturuna taşaq qoyamız və bu hər bir obyektini nə deyir, ketmə-ket joylashtirib chiqamiz. Yəni qaysi bizning ideyamiz nechik bo'ladigan bo'lsa, shunga qarab biz obyektlarni joylab chiqamiz. Və ondan keyin bizlərdə faylni saqlab qolish, saqlanib etish və bu saqlanib etish bizlərdə qaysi formatda etadigan bo'lsa, yana shu yerda ko'rsatib beradi. No format ekan bu başında durgan Photoshop PCT format, doğru mu? Pəsi BMP, kalanı Photoshop'un özünü içki formatları, yani sistemli formatları aytılardı. Bunlar başka bir dəstur yaratışda işlətiladi bu formatla. GIF format var, bize JPEG format var, yani RAW format var. Ve pəsində PNG hem de TIFF formatlar. Yani biraz nərini düşündürməyim. Bu yerdə TIFF və PSD formatı. Bu PSD formatla TIFF formatını JPEG, PNG, BMP formatlardan alıqıda nəsə xüsusiyyəti PSD formatda bizə Adobe Photoshop dəsturunda neçədir element var, 500 də element gəlib bir rəsm çıxaradan olsa, bu, yəni hər bir elementni və hər bir işləş cərəyanını və hər bir nələrini, üskünələrini PSD formatda özündə saxlab qoyadı. Yəni bu formatlar şu rəsmini ya şu grafikəni qaytadan işləş üçün. Biz hazır JPEG formatda bir rəsm çıxaradan olsa,
ikinci mərtəbə Photoshop dəsturunu içinə salıb işlədən olsa, bunlar nədə işləməyəcək. Yəni bunlarda kayta işləş olmayacaq. Kayta işləş kuru PSD formatda və TIFF formatda. TIFF bilən PSD formatını bir-birisindən alıqlı xüsusiyyəti kompüterdə bizlər diskə saxlanət etməmiz, doğrumu? Ya rəboş story yüzünə. Və bizə misalı 3-4'lük rəsimdə qaytalıb, 3-4'lük rəsimi mən kostyuma gəl koydum, doğrumu? Rəsimə. Adama kostyum giyizdim, doklu giyizdim və bunu saxlanət etib koydum. Yəni kompüterə saxlanət etkənində yazama 3-4'lük rəsim bazar devranlı rəsmədə saxlanət etəmən, doğrumu? Saxlanət etkəndə PSD formatda etəmən. PSD formatda və TIFF formatda. PSD formatda etkən rəsimim kompüterdə bizə göstərməydi. Yəni PSD format kurub, Photoshop'un özünün formatı olan üçün bizlərə kompüterdə bu fayl, neçik fayl ekənligini bizə göstərib verməydi. TIFF format olsa, kompüterdə göstərib duradı. Misalı 3-4 rəsimmi, içində bir adam var, kostyum giydirlər, şu obyektlər bilən durutmaq, şu obyektlərini bizlərə kompüterdə rəsim şəklində göstərib verədi. TIFF bilən PSD formatının farkı şunda. Hazır Adobe Photoshop dəsturunda bizə rəsimlərini caylaşdırıb alamız. Yəni bizlər əsası fayllar bilən işləşdə bir yerdə sizlərə JPEG formatını yaratışda RAW formatını xüsusiyyətini göstərib verəmə. Yəni RAW formatı Adobe Photoshop dəsturunun filtr panelində caylaşadı. Yəni bunun adı Camera RAW Filter. Klaviaturadan Ctrl-Shift-A knopkaları bilən ekrana çıxadı. Camera RAW filtrini əsası yaxşı tamanı bizədə Adobe Photoshop dəsturunda yarıqlıq bəriş və yarıqlığını kəməytiriş və rənglərini, RGB rənglərini toluq göstərib bərişimiz gerək. Yəni bizə Adobe Photoshop dəsturunda kol işləyən olmasa, bu kamera RAW formatını bərəd onun sifətini bilməydi. Bir yerdən kamera RAW formatında nələ var? Temperatura var, tint var. Temperatura bizlərə rəsmin temperaturası, yəni bu havası, qaysı rəngdə. Bulutlu rəsmətədə olmasa bizlər temperaturanı sarı tartada olmasa bizə də bulutlu havada rəsmdə düşkənlik olar. Yəni bizə də qış mövsümü ya ki azan bilən günlərin farkı var. Azanda bu havanın rəng yarıqlığı başqaça, karanlıqda gecdə başqaça, birəm obyektdə başqaça, doğru mu? Bizə rəsmdə şunu əksləndirişimiz üçün bizə də əlbəttə temperatura bilən, yəni sarı tartada olmasa bizlərə bulutlu havanı alıb verədir, gölgə tartada olmasa bizlərə açıqlıq havanı alıb verədir. Özgərişmində sezib durma. Temperatura şu bilən işləyir. Tint bolsa rəsmdə RGB rənglərini bir-birisinin rənglərini almışdırış. Yəni RGB rənglər red, green, blue, doğru mu? Bizdə həmmə rənglər şu 3 rəngdən gəlib çıxadı və bunların orunun almışdırışını təminləb verədi tint. RGB rənglərini orunun almışdırış. Yəni azı bizlərin rəsmimizdə yaşıl rəngini köprək atıb biləmiz, ya ki qızıl rənglərini. Azı bu rəsimdən, başqa rəsimdə göstərib verəməm. Tint bilən hazır rəsimini işləyən bolsaq, neçədə rəsimdə özgəriş. Rənglərdə, yəni bir yerdə qaysı rəngini yoxatıb daşadı, açıq gök və ağ rənglərini yoxatıb daşadı.
Yəni əsasi urğunu gök bilan yaşıl rəngə bərk durdu. Və nəticədə bir yerdə rəsmin çıxıb oldu. Yaşıl. Fonam yaşıl olub yatıbdı, rəsmini özüm abu havasam yaşıl olub yatıbdı. Temperaturası yəni. Qızıla tartadan bolsaq, əksinçə gök yaşıl rənglərini yoxatıb bizlərə açıq rənglərini qoyub verədi. Tint bilan grafikində hər bir obyektini bilan işlətilədi. Bu rəsmin özünə işlətilməydi. Yəni bir yerdə indi əsası rəsmini exposure-da bizə nə bilan, yəni yaroluqni kəməytiriş və köpəytiriş bilan. Bizə də hazır bu rəsmimizdə yaroluq özü normasında durubdu. Bizə bu rəsmə faqat kontrast bərk biləmiz. Kontrast tınıqlaşdırış, yəni hər bir rəsmdəki qara rənglərini bizlərə tınıqlaşdırıb verədi. Əgər kontrastını pəsəytirədən bolsaq, əksinçə ağ rənglərini tınıqlaşdırıb verədi. Bizlərə kontrast əlbəttə gərək, yəni rəsmimi sifətini tınıqlaşdırıb veriş üçün. Highlights quru yukarı yaroluq, yəni quyaşını yaroluğu adam gözünə düşədi, doğrumu? Və şundin güclü projektorlu lampalar, xüləs rəsmdə qaysidir yerində bir yukarı sifətdə yaroluq bolsa, şu yerini yaroluqunu küçəytirib verədi. Shadows, yəni bizdə də rusçada teni deyə aytıladı. Saya bəriş. Rəsmdə qaysi yerində qara rəng bolsa, şu yerində şu qara rənglərə saya bərib çıxadı. Və white, black, bu ağ və qara rənglərini bar caylarını küçəytiriş, yoki pəsəytiriş, şular bilan işləşədi. Pəsində clarity bu rəsmdə bir qoşumça bir filtr sifətində işlətilədi. Yəni bizlərə rəsmini ötə tınıq etib göstərib verədi, yoki bizlərə ötə xira etib göstərib verədi. Clarity'ni plusa kotarədən bolsa, bizlərdə rəsm tınıq boladı. Əgər clarity'ni minusda qoyadan bolsa, bizlərdə rəsm filtrlanadı və xiralaşqan caylarını bizlərə ötə xira etib göstərib verədi. Keyin vibrance bilan saturation bilan vibrance bizlərə RGB rənglərini küçəytirib verədi. Polüsdə misalı rəsmdə neçə dana rəng bolsa, şu dana rənglə həmmə rənglərini bizlərə küçəytirib verədi. Yəni qızıl rəngən var, yaşıl, ağ, azı bir yerdə açıq gök var, biram sarıq var hər yerində. Həmmə rənglərini vibrance bilan bizlər vibrance'ni minusa alıb qaytadan bolsaq, yəni pəsəytirədən bolsaq, bizlərdə rənglər öçədir, polüsdür. Neçə dana elementdən neçə dana rəng bolsa, şu rənglərin həmməsi öçədir. Saturation bilan vibrance şular bilan işləşədir. Rəsmdə hər bir cayındağı rəngini küçəytirib veriş. Farkını sezilib durubmu? RAW formatı özü alohida bir aynada işlənilib, Adobe Photoshop dəsturunda qoşumça filtrdə joylaşadı. Bu RAW formatı bizlərdə Adobe Photoshop dəsturunu 2017-ci ildağı versiyalarından başlap bizlərdə bu imkaniyyətini verdi. Əvvəlki versiyalarında bizlərdə RAW formatıda işləş imkaniyyəti yox idi. Əvvəlki versiyaları 2017-dən arayanda, misalı 2010-dan Adobe Photoshop dəsturu işlənib çıxan olsa, misalı 2010-2017 aralıqdağı versiyalarında Adobe Photoshop dəsturunda sizlər RAW formatlar bilan işləşib bilmirsizlər. RAW formatlar bilan işləş üçün bizlərə
Adobe Photoshop dasturunu CC, yani yine bir yerde azı gösterip veremem. Adobe Photoshop dasturunun CC versiyası, yani version 14 deb turibdi. Bu version 14 bizlere 2017 yılda işlep çıkarılgan. Yani Adobe Photoshop, Adobe kompaniyası özü 1990 yıldan bir yana bizlere iş faaliyetini gösterip berk geliyordur. Yani 90 yıldan beri bizlere dasturlar bilen teminlep veren. Damlası sağ ol. PNG formatını gördürtmüzmü bir yerde? PNG formatta, yani bu resim indi azı bizler için bir element bok kaldı. Özü adlı arka fonlu bir resmedi bu. Bizlerde hazır PNG formatı ötürüp, yani arka fonunu tazalap çıkkanımızdan keyin bizler indi bu resimde bu kuru bir element. Yani sloy bir bizlerde kuru bir sloy sifatida işletiladi. Hazır bu indi bu resmin arkasına bize fon koyup bilemiz. Çekeninde bizde bu, yani bir element sifatida. Bize her bir narsani uskunalar panelini dersinde ötüp berdim. Yani bizlerde her bir narsani element alıp işleydiğim olsak, bizlere pen tool uskunasi yordam beradi ve bu pen tool uskunasi bilan bizlarda her bir resimden adamni yoki adamni kiyimi, başka narsalar umumiy bize element etib chiqarib olamiz. Yani resmin içinden başka resim etib bizlere PNG formatda bir element sifatida ishlatiladi. Adobe Photoshop dasturunu fayllar bilan ishlash mavzusini doğrusu grafikalarni yaratib ishlashda qo'llaniladi. Yani bu mavzu bilan chuqur görsatib bersang, ana shunda Adobe Photoshop dasturini fayllar bilan ishlashini imkoniyatlarini shunda ko'rib bilamiz. Mavzu bo'yicha kimdan chiq savollar bor? Ko'p so'zlar shunday tavsiyalar bo'lsin. Tezroq so'zlavergan bo'lsin. Formatlar bilan tanishtirib chiqqanda men yodimizda qoldi doğrusu. JPEG format, PNG format, bular bir-birisidan farqi nimada, xususiyatlari nimada. Asosiy kompyuter grafikasida asosiy shu formatlarni bir-birisidan xususiyatlarini, farqlarini bilib olsangiz bo'ldi, hech nima sizlarda qiynalish bo'lmaydi. Asosiy bizlarni tushunib olishimiz kerak bo'lgani formatlar. Bugungi urg'unam asosiy formatlarga berganimiz shu. Bo'lmasa Adobe Photoshop dasturini qo'l chap qo'l paneli fayllar bilan ishlash bilan ko'rsatib berishimiz mumkin. Lekin buni tushuntirib berganimiz sizlarga hech bir foydasi yo'q. Asosiy bu ishlanib chiqqandan keyin bizlarga ko'rsatib beruvchi nollar formatlar JPEG ko'rsatadigan bo'lsa, telefonlarimizni o'tirib ko'radigan bo'lsa, yoki biron bir narsada ishtirok etib ko'rsatib beradigan bo'lsa, fayllar bilan ishlash mavzusi bugungi mavzu bo'yicha ya umuman Adobe Photoshop dasturi bo'yicha kimdan nechta savollar bor? Tushuntirib bergan formatlar bilan ishlashda, fayllar bilan ishlashda siz turing. GIF format. GIF formati bizda asosiy rasmlarda GIF formati, ya'ni animatsiya, harakatlanishni amalga oshirib beradi. Bu format bu harakatlanishni sekund aralig'i 15 sekunddan ko'p bo'lmaydi. Ya'ni 15-20 sekund aralig'ida bizlara rasmni harakatlantirib beradi. Resimde necha dona element bor bo'lsa, shu elementlarni harakatlantirib beradi. Azina bu yerda bizlar Adobe Photoshop dasturida
Adobe Photoshop dasturunda aynalar bilan ishlash paneli bor. Aynalar bilan ishlash panelida bize bu yerda okno deymiz. Ruschada, angliski variantda window deb turadi. Şu paneldan bize şkala времени panelini ekranı çıkarıp alamiz. Yani bize azı ben çıkarıp koyman bu yerden. Ve bu yerden çıkıp oturttu yine bu resimde neçte tane element var deydi. 2 tane element var. Üçüncüsü gerekmedi bu. 2 tane element var. Yani arka fon ve 3 zarik. Zarik bizlere birinci formatta gelip bize de azı bir element şeklini verip durdu. Bu element şeklini bize hareketlendirişimiz gerek. Yani şkala времени paneli de bizlere gösterip verip durdu yine bir yerde. 4 sekund, 5 sekund. 5 sekund aralıkta şu obyektin özüne bizlere animasiya beriş. Yani hareketleniş verişimiz gerek. Bunun için bir yerde no bilan işləşəmiz. Yani azı Rusçada olacağız. Ben özüm Angliskide öğreniyemem bu dasturni. Angliskide bu bir elementni hareketlentirish için bizlerde yani keyframe degan narsa bor, funksiyasi. Keyframe funksiyasi bizlere pozitsiyalarni beradi. Hareketlenish, o'ng qo'ldan, chap qo'ldan, pastdan, tepadan ve yakınlaşış ve uzaklaştırış. Hazır sizlere elementni nesini gösterip beraman, pozitsiyasını. Farkını gördünüzler mi? Resimde GIF formatı da bu element hareketlenip verip durdu. Yani bir yerde no'larını verdim ben hazır. Pozitsiya deydi. Pozitsiyaga birinci asıl holatini saqlab qolish uchun birinci pozitsiyani yine bu uskunasi bilan bosamiz. Şu vaqtda yine bu birinci keyframe. Birinci hareketlenish amali, yani bu asıl özü aslında centerda duruydu, doğru mu? Ortada. Ve bunu bize resimde hareketlendirişimiz için çapdan alıp, çap koldan alıp gelemiz, ya ki tepeden, ya ki pastdan. Bunun için asası halatını saklap kalamızda bunu ahırına koyamız. Bize de ahırında bu element ortada duruşu gerek. Ve bu keyframe ortada pozisyonu verip durdu. Bu keyframe'imiz olsa pozisyonu çap koldan akkelip verip durdu. Hareketlenişini, animasyonu, hareketlenişini, tezligi yoki sekinligini bize keyframe'lerini uzaklaştırış ve yakınlaştırış bilen amalga oshiramiz. Eğer şu keyframe'lerini bize yakınlaştırıp koyadigan bo'lsa, bize de animasyon işletadi, hareket tezleşadi. Yana ham yakınlaştıradigan bo'lsam, dim tezleşadi. Bu yerde her bir elementlerle gelip koyup bize pozisyonu özgertirişimiz için ikinci keyframe'ni işletişimiz için, yani birinci keyframe'ni yarattık, bize ahırına sürüp koyduk. İkinci keyframe'ni az sizlere şunu düşündürüp beni yine birinci bastım, doğru mu? Baskanımdan keyin yine bir yerde keyframe çıktı. Yani bunu ahırında koyamam. Bize de bu element ahırında, center'da, ortada duruşu gerek. Şimdi bize resimde hareketlendirişimiz için üsküneler paneli var yine bir yerden. Üsküneler panelinde klaviaturada V tükmesi bilen çıkadı. Pozisyasını özgertiriş resimini. Pastdan, o'ng koldan, burchakdan alıp gelişini amalga oshiradi. Yani yine azı bize burchakdan
yoki pastdan chiqaradigan bo'lsak, bu yerda animatsiya pastdan chiqadi yana. Adobe Photoshop dasturida GIF formatlar bilan ishlash shunday bo'ladi. Bu shkala временni paneli bizda Adobe Photoshop dasturida videolar bilan ishlash imkoniyatini bermaydi. Bizda GIF formatlarini yaratish imkoniyatini beradi. Ya'ni qisqa shakldagi animatsiyalarni, harakatlarni yaratib berishni ta'minlab beradi. Va buni endi GIF formatda bizlar telefonimizda yoki любой bir qurilmada ko'rishimiz uchun shatamiz, saqlanib etamiz. Ya'ni saqlanib etganimizda Ctrl Shift S tugmalari bilan saqlanib как angliyskada save as bo'ladi. Bu yerdan GIF formatini tanlab olamiz. GIF formatini tanlab hareketli zarif adını beramiz və saqlanib etamiz. Şərtib turibdi, rəsm bizə də GIF formatida turibdi. GIF formatı bilan ishlash Adobe Photoshop dasturida shkala временni paneli orqali ishlatiladi. Ya'ni har bir qatlamlar bilan, sloylar bilan, obyektlar bilan, elementlar bilan alohida ishlanadi. Pozitsiya berish, yorug'lik berish va filtr berish bilan. Bizda hozir telefonlarimizda, Instagramlarda bumerang aytib olamizmi? Bumerang ya'ni bu qisqa harakat, to'g'rimi? Где-то 5 sekundda. Bizda bumerangni Instagram bo'lmasa ham Photoshop dasturi bo'yicha o'zimiz yaratib bilamiz. Har bir rasmlarni alohida elementlari bilan ishlash. Ya prezentasyonun oxirida shuni demadi. E'tiboringiz uchun rahmat. Abi GIF gözetmesi kaldı. Şunun tezlikini bağlayın. Tezlikni hozir ham tushuntirib berdim-ku. Yine bize bu yerda GIF formatda tezlikni pozitsiyadan ve alt turibmiz, to'g'rimi? Pozitsiyadan men birinchi keyframe'ni yaratdim va bu yerda nima turibdi? Oxirida o'rtaga kelishi kerak harakat. O'rtada to'xtashi kerak, to'g'rimi? Shuning uchun ikkinchi keyframe'ni alishimiz uchun bir marta yine bu yerga bassam bo'ldi. Pozitsiyani, ya'ni shu elementini bosaman ve bu pozitsiyada birinchi keyframe'ni olib beradi. Asl o'zini saqlab beradi. Ikkinchi keyframe nereden amalga oshadi? Uskunalar paneli bilan. Yine uskunalar panelida pozitsiya, ya'ni uskunasi bor, pozitsiya uskunasi ve bu uskuna bilan biz rasmda elementni harakatlantiramiz. Yine elementni harakatlantiramiz. Chap qo'ldan olib kelamiz ve o'ng qo'ldan. Endi bu yerda bize misoli bir tepadan olib keldik. Tepadan olib kelamiz bu yerdan. Keyin şu olib kelganimizdan keyin
Slow. Ne alıp gelganimizdan keyin hareket nechik bo'lib turibdi? Sekin, to'g'rimi? Yine. Sekin bo'lmasligi uchun bu ikki freyimning arası challa uzoq, harakat ham shunchalik sekin ko'rsatib berib turibdi. Biz shu ikki freyimlarning arasini yaqinlashtirib beradigan bo'lsam, harakat tezlashadi. Mana. Farkını ko'rdingmi? Ya'ni harakatni tezligi yoki sekinligini keyframe'larni arasini yaqinlashtirish bilan amalga oshiriladi. Uzoqlashtiradigan bo'lsak, bizda harakat sekinlashadi qo'lning usti. O'zi harakat davomida bu yerda 4 sekund, 5 sekund nazarda tutilib turibdi. 4-5 sekundda o'ylaymiz, 1 sekund bu yanda, 1 sekund bu yanda. Yani 3 bilan 4'nin arasında hareket bo'lishi kerak. Skala времен'da shuning uchun bu yerda sekundlarni ko'rsatib berib turibdi. Asosiy e'tiborni shu sekundlarga berib ishlashimiz kerak. Shunda bizda animatsiya sifatli ham odamga yoqimli chiqadi. Odam qaraganda bir harakat bor ekan deb o'ylaydi.